Salam müəllimlər, gəlin bu günlərim sizinlə miqrə sertifikasiyanın çox sevimli cədvəl testlərindən biri olan 6-cı testi həll edək. Qeyd edim ki, bu testin işləmə texnikası var. İstər metodikada, istər ixtisas üzrə eyni bu texnikanı istifadə etsəniz, rahat şəkildə düzgün cavabı tapacaqsınız. İlk öncə digər videolarımda öyrətdiyim kimi doğru, yanlış, yanlışlara biz nə edirik? Müsbət, mənfi, mənfi qoyuruq. Doğruya müsbət qoyuruq, yanlışa isə mənfilər qoyuruq. Ondan sonra keçirik təhlilə. Qeyd edirəm, ilk öncədən uyğun və yaxud da uyğunsuzluğa baxmırıq. Yəni bizdən test nə istəyir, ona baxmırıq. Sadəcə özümüz başlayırıq təhlillər aparmağa. Birinciyə baxırıq. Müəllim bu qiymətləndirmə növündən bölmə əvvəlində istifadə edir. Şagirdin ilkin bilik və bacarıqlarını müəyyən edir. Eyni qiymətləndirmə tapşırıqlarından bölmə sonunda istifadə edə bilər. Diaqnostik qiymətləndirmə. Bəli, düzdür. Üstəgələk qoyuruq. Bu qiymətləndirmə müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək, etibarlı məlumatlar toplamaq, təkliflər vermək və mövcud problemləri həll etmək üçün aparılır. Milli qiymətləndirmə. Bəli, milli qiymətləndirmədir. Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsil alanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir. Summativ qiymətləndirmə xeyr, çünki bu yekun qiymətləndirilmədir. Ümumi orta 9-cu sinifdə şəhadətnamə ilə bitir, 11-ci sinifdə isə attestatla bitən yekun qiymətləndirmədir. Summativ qiymətləndirmə olmadığına görə çıxaq qoyuruq. Şagirdlərin təlim göstəricilərinə əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək, problemləri aşkara çıxarıb həlli yollarını müəyyənləşdirmək, digər ölkələrlə müqayisələr aparıb inkişaf perspektivlərini proqnozlaşdırmaq üçün 3-5 ildən bir keçirilir beynəlxalq qiymətləndirmə. Bu da doğrudur. Bəli. Ondan sonra biz artıq baxırıq ki, bizdən nə istəyir? Bizdən test uyğunluğu istəyir. Uyğunluq istəyirsə, harda 2 müsbət 1 yerdədirsə uyğundur. Harda 2 mənfi 1 yerdədirsə uyğundur. 1 müsbət 1 mənfi varsa, o uyğunsuzdur. Əgər bizdən uyğunluğu istəyirsə, demək ki, bizim testimizin cavabı 1 və 3 olacaq. Əgər bizdən uyğunsuzluğu istəyirsə, onda cavabımız 2 və 4 olacaq. İndi bizim testimizin cavabı A variantıdır, 1 və 3.